Biz hazırda hadisə yerindəyik. Nəzərinizə çatdırım. İçəridə nələr baş verir, biz onları sizə təqdim edəcəyik. Yaxın gəl, yaxın gəl. Təbii ki, burada yəni ölüm hadisəsi zad baş vermir, birdən başqa cür başa düşərsiniz. Bu günlərim mən sizə Mərdəkan körpünün sağ istiqamətində gözəl bir ev satışa çıxıb. Bununla bağlı sizə məlumat vermək istəyirəm. Əlim yanında super ucuz qiymətə ev satılır. Təbii ki, bu razılaşma yolu ilə olacaq. Onun nəzərinizə çatdırım ki, dəyərli izləyicilərimiz, ilk öncə evin kommunal sistemindən danışmaq istəyirəm. Təbii ki, qazı, işığı, eyni zamanda suyu. Hazırda sayğacılar qoyulub, tam hazır vəziyyətdədir. 2 mərtəbəli, gəl yaxına, bir dənə gəl, zəhmət olmasa. Götür buranı. Baxın, dəyərli izləyicilərimiz. Mən onu mütləq qeyd edim ki, bu ev çox gözəl, çox möhtəşəm bir yerdə yerləşir. Demək olar ki, tam evimiz hasardan ibarətdir, 4 bir tərəfi hasardan ibarətdir, nəzərinizə mütləq çatdırım. Eyni zamanda məktəbin yaxınlığında, demək olar ki 100-150 metr məktəbin düz yaxınlığında yerləşir. Eyni zamanda burada olan idarələrdir, bütün idarələrə yaxın bir ərazidə və sentral bir ərazidə yerləşir. 2 mərtəbədən ibarətdir, tam təmirli deyil. Yəni bunu bəri başdan sizin nəzərinizə çatdırım. Ev tikilib, hər şey də var. Baxın, barlar da qəşəng sıvanıb, tam gözəl şəkildədir. Burası da demək olar ki, evimizin burada yəni otura da bilərsiniz, bağ da eləyə bilərsiniz, nə desəniz eləyə bilərsiniz. Yaxın gəl, mən onun nəzərinizə çatdırım, dəyərli izləyicilərimiz. Pəncərələrimiz hamısı qoyulub, yaxın gəl. Bura bizim giriş hissəmizdir, yəni evin girişidir. Nəzərinizə çatdırım. Tok sistemi də çəkilib hazırda. Evdə hər şeyimiz, yəni tok sistemi, bunu alan adam tok sisteminə pul verməyəcək də, yəni bəri başdan deyim. Birinci mərtəbə 3 otaqdan ibarətdir və eyni zamanda sanitar qovşaqdan ibarətdir. Bir dənə çək, operatorumuzdan xahiş edirik. Bax, bu vəziyyətdədir evimiz. Onu deyim ki, əlim yanında satılır. Bunu alan adam elə bir ki, uddu da. Bax, burada gördüyünüz bütün materiallar da bu alan adama özünə veriləcək də. Yəni, bu da evə gedən materiallarımızdır. Burada da bir otağımız var, dəyərli izləyicilərimiz. Onu mütləq nəzərinizə çatdırır. Və burada xudmani gözəl bir otağımız var. Buranı da uşaq üçün otaq eləmək olar. Gördüyünüz, bax, yuxarını da çəkirsiniz də, yəqin ki, yuxarıda da işlərimiz gedib. Buna biraz əl gəzdirmək lazımdır, yəni nəzərinizə çatdırım. Bütün tok sistemlərimiz, yenə deyirəm, öz yerində. Bura isə sanitar qovşağıdır, böyükdür. Yəni bunu mütləq qeyd edim. Və ikinci mərtəbə. İkinci mərtəbəyə qalxırıq, pilləkənlərimiz var, yəni çox gözəl. Bunu prosto əl gəzdirib, bunu həqiqətən bu tam hazır olandan sonra dəyərli izləyicilərimiz çox gözəl bir evə sahib olacaqsınız. Yəni bunu mütləq qeyd edim və onu da nəzərinizə çatdırım ki, ev çox möhtəşəm bir yerdə da. 4 bir tərəfi zabordur, barıdır. Burada yəni başqa bir ev axtarmayın da, bunu mütləq qeyd edim. Bura bizim möhtəşəm bir zalımızdır. Burada nəzərinizə çatdırım ki, başqa da 150 nəfər buraya adam gedər. Burada ad günlərinizi qeyd də eləyə bilərsiniz. Görürsünüz yeri, eyni zamanda yuxarını da çək. Bax belə. Buranın da tok sistemi öz qaydasındadır. Demək olar ki, bu ağ mel şəkillər, onu ustalar bilir də dəqiq. Burada sadəcə olaraq buranı düzəltmək lazımdır. Bu qaydada satılır.
Bax onu mütləq qeyd edim. Burada bir otaqda, burada koridorumuzdur. Burada da bir otağımız var değerli izləyicilərimiz. Bura koridordur. Buradan ikinci mərtəbədən çölə çıxışımız var. Gəl bir dənə. Çox gözəl. Burada oturmaq üçün gözəl yerimiz var. Yəni buranı qəşəng səliqəli düzəldirsiniz. Buradan ikinci mərtəbədən qəşəng mənzərə görsənir. Baxırsınız. Onun nəzərinizə çatdırım ki, dəyərli izləyicilərimiz, evimiz 3 sotun içərisində tikilib. Evin də ümumi kvadratı 200 kvadratdan ibarətdir. Yəni 100 kvadrat aşağı, 100 kvadratda yuxarı, onun ona və əsasən kənddən gələnlər, mən bir şey nəzərinizə çatdırım, çöldə sanitar qovşağın olmağını çox istəyir və onun üçün çox gözəl görürsünüz. Bax, burada çöldə sanitar qovşaq da tikilib və sonda yaxın gəl. Biz nədən danışacağıq və hər kəsə yəqin ki, düşünür ki, videonun sonunda bu evin qiyməti barədə mən danışacağım. Baxın, bu ev, dəyərli izləyicilərimiz, onu nəzərinizə çatdıraq ki, 2 kubikdən tikilib, 2 kubik. Bu satılma niyyəti ilə tikilməyib. Bu adam, yəni ev sahibinin özü öz evi üçün tikib. Yəni bunu hər biriniz biləsiniz. Yəni hər şey şəffaf şəkildə, keyfiyyətli şəkildə tikilib, özü yaşamaq üçün tikilib. Sadəcə vacib pul lazım olduğuna görə təcili satılır və çox aşağı qiymətə satılır. Yəni razılaşma yolu ilə satılır. Onun nəzərinizə çatdırım ki, bu evin qiyməti, dəyəri o qədər aşağıdır ki, bunu hər kəs ala bilər. Mütləq əlaqə saxlayın. Bax, indi mən aşağıda nömrələr qeyd edirəm. Bu nömrələrə zəng edərək birbaşa ev sahibinin özü ilə əlaqə saxlaya bilərsiniz. Adı da Ramil bəydir. Bax, bu nömrələrə zəng edərək Ramil bəy ilə birbaşa əlaqə saxlayıb özünüz razılaşa bilərsiniz. Allah alana da, satana da xeyir versin. İnşallah xeyrin hər ikisi görsün. Bir də bir şeyi nəzərinizə çatdırım ki, dəyərli izləyicilərimiz, burada yəni makler deyilən bir məsələ yoxdur. Birbaşa evin sahibi ilə əlaqə saxlayın. Sağ olun.